kim ki hiylə edib, özü düşəcək buna. Ay o etiraz eləyən, sən öləndə sənin bu auran, səni bu təfəkkürə gətirən heç nə sənin yanında olmur. Əbülfəzlin getdiyi yolu görməsən, İmam Hüseyni tanıya bilməyəcəksən. Sən gəlmirsən, bir yerə çatmırsan ki, daha sənə baxanda Əbülfəz yada düşür. Onların rənginə boyanmısan, onların iyi səndən gəlir. Yemək yeməsən uzaq başa öləcəksən, namaz qılmasan əbədi bədbəxtliyi var. Əgər sən dini dəyərləri qorumaq istəyirsənsə, sən bilməlisən ki, harda, kimin yanında, hansı mövzuda danışmalısan. Mömin aldanmaz və aldatmaz. Hələ İmam Əlinin sözüdür. Bismillahirrahmanirrahim. Allahumma salli ala Muhammed və ali Muhammed. Əziz və möhtərəm izləyicilər, əziz dostlar, Allahın salamı olsun sizə. Xoş gördük bu gözəl günlərdə, mənəvi anlarda, Mövlud ərəfəsində sizi salamlayırıq. Doğru yanaşma yenə də efirdədir. Bugün digər proqramlardan daha maraqlı olacaq, ümid edirəm. Çünki bugün Mövludla bağlı 3 böyük ilahi şəxsiyyətin Mövludu ilə bağlı söhbətlər olacaq. Həzrət İmam Hüseyn əleyhissalamın, Həzrət Əbülfəzl Abbas əleyhissalamın və Həzrət İmam Səccad Zeynəl-Abidin əleyhissalamın Mövludu münasibəti ilə inşallah proqramda söhbətimiz olacaq. İlk öncə sizi təbrik edirəm və sözü verirəm ustadlar, əziz ilahiyyatçı alimlər də sizi təbrik eləsinlər. İlk öncə bizim əzizimiz Axund Azər Sani, xoş gəlmisiniz, xoş gördük sizi. Əziz ilahiyyatçı alim Seyyidimiz Mircəfər Əyyubov, Hacı Mircəfər Əyyubov, sizə salamlayırıq və dəyərlimiz Hacı Ramil Bədəlov. Xoş gördük sizi. Mən istərdim sizin təbrikinizi alam, sizin təbrikinizi eşitsinlər bizim izləyicilər. Buyurun. Buyur ağa. Salamü aleyküm, mən də salamlayıram ustadları da, tamaşaçıları da, sizin həmkarlarınızı da, bu veriliş üçün zəhmət çəkən, pərdə arxasında qalan zəhmətkeş qardaşları da və əsasən də izləyiciləri. Allah mübarək eləsin bu mövlud günlərini. İmam Hüseyn əleyhissalam, Əbülfəz əleyhissalam, bir də İmam Zeynəl-Abidin əleyhissalam. İlk növbədə istəyirəm bunun altını çizərək qeyd edeyim, təkidlə qeyd edeyim. Biz bu 3 şəxsiyyətin adını çəkidiksə, o demək deyil, üçü də bərabərdir. Həzrəti Əbbas ibn Əmiril-Müminin Babəl-Həvaic, Qəmər-i Munir Bəni Haşim, Səqqay Kərbəla, Ələmdar Kərbəla, Babəl-Həvaic, Fəqih Əhl-i Beyt, Əbülfəzl Əbbas əleyhissalatu vəssalam, İmam Hüseyn əleyhissalamın və İmam Zeynəl-Abidin əleyhissalamın nökəridir. Bunu bilək. Yəni, belə deyil ki, onlar da imamdılar, ağa da imam. Xeyr, onlar Əbülfəz əleyhissalamın şərəfi, izzəti bu iki imamın nökərçiliyini etməkdir. Bunu qeyd eləyək. Ondan sonra təbrik eləyə bilərik. İmam Hüseyn əleyhissalamı təbrik edirik, Əhl-i Beyti təbrik edirik, İmam Zaman ağanı təbrik edirik və onların sayəsində əziz müsəlmanları təbrik edirik mövlud günləri münasibəti ilə. Madam ki, mövzunu mənə verdiniz başlamağa, mən mövzunu belə başlamaq istəyirəm. Bu 3 şəxsiyyət və dini, mənəvi dəyərlərin əhəmiyyəti. Bu çox vacibdir. Bugün elə o dövrdə də, elə Kərbəla hadisəsi də ona görə baş verdi. Dini dəyərlər, mənəvi, insani dəyərlər aşılanıb, hörmətini itirib. Və bu çox böyük problemdir. Əhl-i Beyt əleyhissalamın çabası, zəhməti, səyi məhz bu yönümdə olub ki, dini dəyərlər öz hörmətini geri alsın. Əli əleyhissalam ki, buyurur, bütün kainatı mənə verələr, qarışqanın ağzındakı yemi almaram. Bu, buna işarədir. Biz mənəvi dəyərləri, dini dəyərləri möhtərəm saymalıyıq, əhəmiyyətli saymalıyıq. İmam Hüseyn əleyhissalam, İmam Zeynəl-Abidin əleyhissalam, Əbülfəzl əleyhissalam Aşura hadisəsini ona görə yaratdılar ki, İmam Hüseyn ağanın sərkərdəliyi altında.
Ona görə yaratdılar ki, mənəvi dəyərlər itmişdi. Yoxsa hər şey qaydasındaydı. Namaz yerində idi, oruc yerində idi, həc yerində idi, hamı ibadətini eləyirdi, xilafət var idi, fiqh var idi, fəqih var idi, pis, yaxşı hər şey var idi. Amma mənəvi dəyərlərin ehtiramı yox idi. Çox vacib şərtdir. Bu kontekstdən baxanda, məsələn, Həzrət Əbbas əleyhissalamın həyatında bizim bilirik ki, Kərbəladan sonra ağa aktual oldu da, yəni Kərbəladan qabaqki həyatından çox məlumat yoxdur. Amma Kərbəla hadisəsində ağanın rəftarlarından, davranışlarından məntiqi şəkildə anlamadığımız bir hərəkətin, məntiqi məhz mənəvi dəyərlərə hörmətdir. Suyu alır ovcuna içmir, qaytarır. Yəni, əvvəl imam içməlidir. İmam mənim qəlbimdir. Mənim qəlbim, mənim nüvəm, mənim eynül həyatım, həyatımın özəyi, Allah ilə mənim aramdakı həyat vasitəsi su içməyibsə, mən öz ehtiyacımı ehtiyac hesab etmirəm. Yəni, o zirvədən üz aşağı biz nə qədər bacarsaq mənəvi dəyərləri hörmətə mindirməliyik. O cümlədən Həzrət Əbbas əleyhissalamın əhdə vəfalı olması məsələsi. Ki, bu şəxsiyyət o qədər vəfalı idi ki, hətta döyüşməyə də izinsiz getmirdi. Döyüşdü bu. Gedir, haqqı müdafiə eləməyə, canın qurban verməyə, döyüşsə İmam Hüseyin ağa əhsən deyəcək. Amma yox. Hətta onda da icazə almaq, onda da İmam Hüseynə bağlılıq, onda da imamətə bağlılıq, peymana, əhdə, sazişə, müqaviləyə, ilahi beyətə vəfalı olmaq bu Əbülfəz əleyhissalamın həyatındakı ən önəmli dərslərdəndir. Əbülfəz əleyhissalam imam deyil ki, kimsə desin ki, yoxdur, o imam idi, o, biz onu bacarmarıq. Düzdür, İmam Zeynəl Abidin ağa buyurur ki, Allah həmin Əbbasa elə bir məqam verəcək qiyamət günü, bütün şəhidlər qibtə edəcəklər Əbülfəz əleyhissalamı. Amma bu o demək deyil ki, biz onu bacarmarıq, özümüz boyda bacararıq, özümüz boyda. Burada çox incəliklər var. Bəzən heç bir nəfərlə bir nəfər arasında əhd peyman yox deyirsən, vəfasız çıxdın. Mən sənə haçan dedim ki, sən gəl vəfalı olacam sənə. Əli əleyhissalam bir nəfər dünyanı pisləyəndə ona deyir ki, sən niyə dünyanı etibarsız sayırsan? Nə zaman dünya ilə etibarlılıq müqaviləsi bağlamışdın? Atonun qəbrini görəndə, babun sümüklərini görəndə bilirdin də dünya etibarsızdır. Yəni, vəfasızlıqdan şikayətlənmək də bir incələnəsi, bir təhlil olunası məsələdir ki, bəzən heç ortalıqda müqavilə yoxdur, əhd peyman yoxdur, vəfa yoxdur, deyir ki, sən vəfasızlıq elədin. Biz onlardan danışmırıq. Biz danışırıq insanın mənəvi dəyərlərinə vəfalı olmaqdan. Bu barədə söhbət çoxdur, mən bir nüansa toxunum. Əli əleyhissalam gəlir hakimiyyət. Gələn kimi istisnasız bütün valilərini işdən çıxardır. Əbu Musa Əşşərini saxlayır Küfədə ki, o malikəklər xahiş eləmişdir ki, Küfənin dəngəsi pozularına. Və bütün əhali bilir ki, bu həna o hənadan deyil. Bu başqa şey. Bu çox ciddi adamdır gəlib iş başına. Başlayırlar Həzrət Əlini qınamağa. Sən siyasətdən başın çıxmırsan. Bu nə hərəkət deyirsən? Özüvə gəl, yerivi möhkəmdə. Həzrət Əleyhisselam buyurur, xeyr, mənəvi dəyərlər hər şeydən üstündür. Hər şeydən. Yəni, heç nəyi nəzərə almaq olmaz. Şəxsi mənafi. Qırmızı xətlərdən söhbət edir. Bəzi mənəvi dəyərlər var ki, indi hökm-ü sanəvi ilə filandan yerbəyer eləmək olar. Bəzi mənəvi dəyərlər var. Məsələn, deyir ki, Əməviləri 2 gündə saxlamaq olmaz hakimiyyət. Valilikdə. 2-cə gün. 2 gündən sonra, yəni o demək deyildi, 2 saat saxlamaq olar. Yəni, onlar olmamalıdır ki, mənəviyyətlə daban-dabana ziddilər. Yəni, Əli əleyhissalamın döyüşündə də, həyatında da, hər şeyində əsas mənəvi dəyərlər dururdu. İmam Hüseyin əleyhissalamda əsas mənəvi dəyərlər dururdu. Əbülfəz əleyhissalamda əsas mənəvi dəyərlər. İmam Zeynəl Abidin əleyhissalam buyurur, Şimr, atam Hüseyni öldürdüyü qılıncı mənə əmanət versə, mən ona xəyanət eləmərəm. Təsəvvür edin, bu nə demək? Yəni, hətta Şimrin cinayəti də mənəvi dəyərlərə xəyanət eləməkdən aşağıda durur.
bu qədər önəm verirdilər. Hətta belə bir söz var, gəlir deyir Əleyhissalama deyirlər ki, Muaviyə səndən daha Bəli. bacarıqlıdır. Deyir ki, Siyasi o- savadı çoxdur. Hə, deyir o hiyləgərdir. Mən də hiyələni bilirəm, amma hiyələni eləmirəm. Doğrudan da özü maraqlı mövzudur ki, O deyir ki, əgər Allahın halal haramı olmasaydı, Əbu Talib oğlundan daha səyyas adamı tapa bilməzdiniz. onda belə deyək də Əleyhissalam hədisdə var ki, deyir mömin tədbirli olar da, zirək odur ki, tədbirli olsun və hiyələni bilər. Mömin bəsirətli olar. Hətta məsələn Əbəlfəz Əleyhissalamı tərif eləyəndə imam sözlərindən biri budur ki, nafizəl bəsirət. Yəni, Bəsirətli insan idi. iti bəsirəti Hə, var. yəni haqqı batildən ayıra bilirdi, həqiqəti görə bilirdi. Çünki bəzi vaxtlar nəzər kifayət eləmir. Bəsərə biraz Quran termini ilə danışır. Yanzuruna aleyk və lakin la tubsirun. Baxırlar amma görmürlər səni. Deyir, başlarındakı göz kör deyil, Hə. sinələrindəki gözləri kördür Əhsən, onların. bəli. İnsan bəsirət lazımdır, həqiqətlər. Bəsirət də bir mənası da budur, insan hadisələrə görə doğru-dürüst təhlil edə bilsin. Əgər həqiqətən insan tədbirli olsa, qarşı tərəfin məkri, hiləsi özü düşəcək ora. Bir dənə ayə deyirəm sizə. Bunu Təslim təfsirinin müəllifi bir dənə mövzu açıb, Ulumul Quran adlı. Orada gətirir, deyir ki, o ayələri gətirir, o mövzuları gətirir ki, deyir, bu səmavi sözlərdə yalnız bunu o bizə deyib. O deməsəydi bilməzdik. O mənəvi, o ali sözlərdir. O Ərşi kəlamlardır. ərşi kəlamlardır. Deyir ki, Qurandakı ayə var, Əlləməkə ma ləm təkunu tə'ləm, Əlləməkum ma ləm təkunu tə'ləm. Deyir, Allah sizə öyrətdi o şeylər ki, heç vaxt əqlınızla onları təhsil edə bilməzsiniz, öyrənə bilməzsiniz. Yığıb o mövzuları, onlar nədir ki, ərşdəndir. Biri bu ayədir. La yahiqu el-məkru seyyi illa bi əhlihi. Kim ki hiylə eləyib özü düşəcək hiləsinə. Yəni, Kim ki hiylə qurub özü düşəcək. Amma bu şərtlə ki, mömin yəni tədbirli ola, bəsirətli ola. Tədbir kafidir ki, məkrə qalib gəlsin insan. Məkirli insana qələbə çala bilsin insan. Əli Əleyhissalam da onu deyir də, deyir ki, mən deyir, bilirəm, amma da mən eləmirəm. Onda eləsə də Əli olmazdı da. Yəni onda onu ilə bunun nə fərq olardı? bugün bizim bir daş tərəzimiz olmazdı ki, yaxşı nə eləmək lazım? Mənəviyyatın yükün nə Çətin sərhəddə tərəf də bu hardan idi hara da. qədərdir? Bəli. Aldanmaz, mömin aldanmaz və aldatmaz. Hələ İmam Əlinin sözüdür. Bu ikisi Əli Əleyhissalamın sözünün bir dənə də məsələsi var. Ha. Mömin, mən bunu işlərin birində də qeyd elədim. Elə o müəllif çox təkid edir bunun üzərində. Bir bəzi hissələrini biz ictimai həyatımızda unuduruq. Sərf elədiyi üçün mənfəəti nəyəsə görədir. Mömin aldanmaz bir, aldatmaz iki, heç kəsin aldanmasına imkan verməz. Bu ən çətinidir. Bu, yəni, bəzən insan maraqları toqquşur. Mən görürəm, sən aldanırsan, deyirəm, mən neyniyim, aldanmasın. Mən aldatmıram ki. Yəni, ictimai bir vəzifəm də vardı ondan Bəli, sonra. yəni, biz, niyə görə Quranda buyurur ki, la təlmizu ənfusəkum. Özünüzü sancmayın, özünüzü məsxərəyə qoyun. Niyə deyir bunu? Alimlər buyururlar, çünki bütün ümməti Quran-Kərim özümüz hesab edir. Siz hamınız özünüzsünüz, birsiz, vəhdət təşkil edirsiniz. Mən sənin aldanmağına imkan verirəm, deməli özümün aldanmağına imkan verirəm. Bəni Adəm əzayı yekdiyi gələn şey. Bu Quran hətta böyüyün deyir, sən özünsən. Məni bir pillədə qaldırdı. Bəli. Bir var ki, qardaşlı möminlər, qardaşdır, qardaşlıqda kili anlayışı vardı. O sənin canındır. Necə Əli Peyğəmbərin nəfs Rəsulillahdır, canıdır. O mənada demirəm, o da zirvə sözdür. Yəni, iman əhli bir yerə yetişməlidir ki, qarşı tərəfi öz canını bilməlidir. Hətta Peyğəmbərimiz üçün də deyir ki, öz canınızdan olan. Birisi gəldi. O məxsusdur Peyğəmbərə yazılan o söz. O biriləri əxahum hud deyir. Bir də Qardaşı hud. həris ol. Bir də ki, bir o sözün hidayətinizə hərisdir. Həris sözü yaxşı işlənmir ha. Amma doğrudan da insanın o aliliyi var. Hətta mənfi bir sözü də onun haqqında deyəndə yaxşı çıxır. O adamından asıdır da. Belə baxırsan ki, canavar yırtıcı heyvandır. Adi adama canavar desən, onun ziyanəvərliyini göstərər. Amma bir ürəkli adama canavar deyəndə desən ki, doğrudan da daha da igid olmağını, ürəkli olmağını göstərər. Necə ki, Quran-ı Kərimin
o müqəddəsliyi necədir? Deyir, Quranın yazısına dəstəmazsız əl vurmaq olmaz. Elədir? İndi gör bunun ilahi rəngi necədir ki, mən dəstəmazsız olaraq Quranda Əbu Ləhəbin adına əl çəkeyim və yaxud Fironun adına əl və yaxud orada hansısa bir, məsəl üçün itin adı var orada, Əshab kəfi. donuz var, şərab var filan, bu olar, ancaq olar əl vurum. Yox, olmaz. İnsan görürsən ki, hərdən o qədər böyüyür ki, bir dənə dəryaya çevirir, hər şeyi başlayır paklaşdırmağa. Burada məsələ nədir? Elə məsələlərə toxundular ki, doğrudan da həm genişdir, əsas o mənəvi dəyərlər ki var. Bu 3 nəfərin mövlududur. Diqqət edin, bunlar 3 nəfərin bir dənə ortaq yeri Kərbəladır. İmam Hüseyn əleyhissalam Allahın vəlisidir. İmam Səccad əleyhissalam Allahın vəlisidir. Əbəlfəzl Abbası bəy ağa dedi ki, cəmaət elə bilməsinlər ki, bu kişi bunlarla bərabərdir. Yox, amma gör nə qədər izzət tapıb ki, cəmaət bunları bərabər bilir. İzzət tapmağa bax bir dənə. Nədən irəli gəlir bu? Atiullah və atiur Rasul. Əgər Allaha itaət eləmək istəyirsən, Allaha itaət elə, yolunu göstərir. Rəsula itaətlə. Həzrəti Rəsul da deyib ki, mənim canişinim filan kəsdir. O deyib, mənim canişinim filan kəsdir. Məsəl üçün, zəmanəsinin imamına xidmət elirdi Əbülfəzl Abbas. Və İmam Səccad əleyhissalam deyir ki, məqamı elə məqam olacaq qiyamətdə ki, bütün şəhidlər qibtə eləyəcək ona. Bu, onun xidmətinin keyfiyyətini göstərir. Xidmətin keyfiyyətini. İmam Hüseyn əleyhissalam ona uca bir məqam verdikcə, onu ələmdar eləyir, bayraqdar eləyir, komandir eləyir. Amma o özünü yenə də nökər bilir və deyir ki, məsəl üçün, mən heç o boyda yerin adamı deyirəm ki, İmam Hüseynə xidmət eləyim. Mən onun hələ balaları üçün su getirərəm. Bu xidmət mənə kifayətdir. Hətta o əmənnamə gələndə o nə haldan hala düşür. Əldə tutmuş ələmin mat idi şümrün sözünə. Gah gedir, gah dolanır, söylür hey öz-özünə. Necə aya baxaram bir də Hüseynin üzünə. Etdi zalim məni şərməndə-i Mövla bu gecə. O qədər ona təsir eləyir ki. Boş söhbət deyir, su içmək istəyir, sonra içmir. Nə istəmək yox. Ümumiyyətlə suya getmişdi ki, suyu ora aparsın. Özü içməsin. Xeyməyə var, özü içməyə getməmişdi ki. Yəni, burada o mən deyilən bir şey yoxa çıxır. Bəzi adamlar da səhv salırlar, hələ bilirlər ki, bu iki qardaşın bir-birinə qardaşlıq məhəbbətidir. Bu deyil məsələ. Bu birbaşa Allah hüccətinə xidmət eləməkdir. Allahın hüccətinə xidmət etmək, Allaha ibadət etmək deməkdir. Çünki bütün məsələlərimiz bunun üstündəydi də. Ta ibtidai bəşəriyyətdən iblis Allaha səcdə eləyirdi, ibadət eləyirdi, amma Allahın hüccətini qəbul eləmədi. Halbuki Allah demişdi ona səcdə elə. Bu incəliklər var, bu incəlikləri tutmaq lazımdır ki, niyə görə insan Allah hüccətinə qarşı, yəni bu cür nə rəftar eləyir? Çünki insan üçün adiləşir insan. Biz uzaqdan baxanda, keçmiş o neçə əsrə baxanda görürük ki, bu olub keçib bizi üçün indi imam deyəndə bir qəribə bir şey, təəssürat yaranır da. Amma imamın zamanəsində yaşayanlar imamı adi bir şəxs kimi görürdülər. İnsan gördüyü şeydə adiləşir onun üçün. Amma Allah Teala deyir ki, hər o xırda bir şey var, adi baxırsınız, onun altında hikmətlər var. Biz hələ bilmirik ki, imamın zamanəsində yaşasaydıq bizim imama qarşı baxışımız necə olardı.
Amma Allah deyir ki, insan ucaldıqca, Allah qatında ucaldıqca, biraz da insanların arasına qatışır. O deyirsən, o biri peyğəmbərləri deyir, qardaş, bunlar deyir, canınla. O daha da çox, o risalətlə imamətin fərqi məsələsi var. Ha? Bir var, yuxarıda dayanmısan, risalət daşıyırsan, ancaq əmr verirsən. Bir də var ki, imamsan, o haqqı götürmüsən, insanlara qarışmısan. Necə ki, Peyğəmbərimiz bir meclisdə olardı, onu tanıyan olmasaydı, bilməzdi ki, Peyğəmbər hansıdır burada. Qarışırdı cəmaata. Məsələ budur. İnsan ucaldıqca aşağıdakılara qarışır. Daha da, yəni, xidmətin lap aşağısını eləyir. Bunu sadəcə olaraq tutmaq lazımdır ki, bu incəliyi, ki, Əbülfəzl Abbasın o cürünə böyüməyi bunlara bu şəkildə xidmət eləməyindən irəli gəlir. Hər bir insan bəşəriyyətə, insanlara, insanlığa nə qədər ixlasla xidmət eləsə, vələ Allaha ibadət eləmiş olur. Və bu cür insanları da Allah Teala izzətli qərar verir. Əbülfəzl Abbası salıb İmam Hüseyn əleyhissalamla İmam Səccadın arasında hələ bir günən ki, o bir dənə qətrə gəlir, dəryaya düşür, çevrilir oraya dərya. Yəni, bu boyda şans var, bu boyda imkan var. Bizim ümumiyyətlə əqidəmiz bundan ibarətdir ki, yaxşılarla bir yerdə olaq. Kunu ma'as-sadiqin. Bəli. Yaxşılarla bir yerdə ola bilər, biz tam yaxşı deyilik. Ola bilər, yox, ümumiyyətlə, kim o söz var, dörddörtlük adamdır ki. Amma yaxşılarla bir yerdə olmaq, onların sayəsində görürsən ki, gəlirsən o düzgün yola, o axara düşüb gedirsən. Bütün bunların hamısı bizi çağırır o şeyə ki, o mənəvi dəyərlər var. Onları ali tutqunla, uca tutqunla, onları boş bilmə, elə-belə bilmə. Necə ki, çox böyük insanları Allah Teala adi bir insan həyatı yaşatdırdı, adi insan. O boyda kişi şaqqul qəmər elədi, dedilər ki, sehirbazlıq eləyirsən. Hələ təzə-təzə idi. O zaman ki, gəldi, Məkkə fəth oldu, Peyğəmbər lider oldu, oğlu İbrahim 5 yaşında dünyasını, ya 4 yaşında dünyasını dəyişəndə günəşin üzü tutuldu. Aləm döydü bir-birinə ki, Peyğəmbərimizin övladı dünyasını dəyişib, ona görə günəşin üzü tutulur, Peyğəmbərimiz dedi, yox, onun bu ilə heç bir əlaqəsi yoxdur. Halbuki möcüzə göstərir vaxtı ikən, ancaq hələ o şeyi hələ almayıb da, onu qəbul eləmirlər. Bir nöqtəyə gəlirik, yaxşı gətirdi Axund əslində. Seyid ağa deyir ki, mənəvi dəyərlərini ali tutmaq. Oradan gəldi bu mövzuya ki, ona görə hilə-kələk eləmək olmaz da. Hacı da Axund da gətirir misalı ki, çox maraqlıdır da. Məsələn, adam deyər ki, hələ ay mənə görə tutuldu. Yox, yox, o bunun dəxli yoxdur buna. Bunun buna dəxli yoxdur. Həm Peyğəmbərin o əzəməti, səmimiyyəti. Həqiqəti olduğu kimi desin, həqiqəti olduğu kimi çatdırsın. O gecə tezi var, o parlayacaq, o özünü göstərəcək. O yalandan bunu həm bəzəməklə, ümumiyyətlə, din belə bir mövzudur ki, əlavə nəsə qatsın, haçansa bu qaynadıb çıxartacaq, yüzü atacaq onu. Qəşəng. Allah Teala çünki dinini elə göndərib ki, o necə ki, insanı yaradanda bir immunitet yaradıb insan üçün ki, kənar şeyləri özündən dəf eləyir. Dinimizdə də var bu. Sadəcə olaraq düzgün baxış, həkimanə baxış lazımdır. Əsas odur, həkimanə baxış. Əleyhissalam Əsəlam bir sözü var. Deyir ki, bir divarda bir daş qəsbi olsa, qəsbi yəni nə? Kiminsə gəlib daşını götürmüsən, özün üçün bir dənə hasar tikirsən. O deyir, divar çökməyə məhkumdur. İndi bu geniş anlamda. Yəni, haqq binasını bir batil kərpic qoysun, o neyəcək? O laxladacaq ümumiyyətlə, binanı da laxladacaq. Ona görə o düzlük və dürüstlük, yalanla, hilə ilə, kələ ilə
yol bir həddə qədər gedilər, amma bir həddən sonra nə olar? O hər şey aşkar. Ona görə əleyhissalam məsələn imamətimiz o şeyləri eləmir də. Ya məsələn yadıma nə düşdü? Gəldi yenə Kərbəlaya. Əleyhissalam Sıffeyində suyun qabağını kəsdilər. Dedi biz kəsməyəcəyik. Aldılar amma verin dedi. Ya İmam Hüseyn əleyhissalam gəldi hürlə qoşununa çatanda suyu verdi. Hətta heyvanlarına belə verdi. Hətta İmam Hüseyn əli ilə bəzilərinə belə su verdi, içdi. O mənə pislik elədi, mən ona yaxşılıq elədim. Gözəl. Bir də var öz qoşunundan ona görə düşmən olurlar ona. Ki sən niyə su verirsən ona? O dəhşətliyi, məzlumiyyətin o böyüklüyü deyə bu. İnsan nə boyda məzlum olar? Bu Əhl-i-Beyt əleyhissalamın dəyərlərə qiymət vermək baxımından bir məsələsi də var. Psixologiyada deyilir ki, afərin almayan uğurlu adama ləzzət eləmir. Yəni, heç kəs sağ ol demirsə, maraqlıdır ki, Kərbəla hadisəsində heç kəs onlara sağ ol demirdi. Amma əksini danışır. Amma bunlar elə bir yerə çatmışdılar ki, heç istəmirdilər sağ ollarını. Yəni, biz Aşura hadisəsini... Əbrar. Bəli, Aşura hadisəsini biz nəzərdə tutsaq ki, bütün İslam xilafəti onların əleyhinədir. Hətta tarixin bu günündə də qınayırlar. Hətta o günkü sahabələr də Onların imamın əleyhinə qabağına idi. keçib tövsiyə edirdilər ki, eləmə belə, hara getsən özü Tövsiyə edirlər, deyirsiniz ha. Görsən, axund demişkən məzlumiyyətə bax, imama tövsiyə eləyərlər, ümumiyyətlə belə eləmək. Budur da. Hətta biz tarixdə rast gəlirik. Dəhşətdir. Muğeyrə əleyhissalama dedi ki, Muaviyyəni işdən çıxartma və eyni sözü İbn Abbas da dedi. Ya məsələn, bəzən görürük ki, imamətin isməti, məsumluğu o qədər sual altındadır ki, hətta imamətin, belə deyək də, əynində kəfən olan nökərləri belə bəzən imaməti başa düşmürlər. Biz qiyamət günü Cənab-ı Malikəşlərin atılan dırnağı olmayacaq. Amma o belə gəldi, dedi ki, ya Əmir əl-Möminin, Əbu Musa Əşşərini çıxartmışdı. O qədər xahiş minnət elədi ki, axırağa. Yəni, bu məsələ ki, mənəvi dəyərlər, imamət mənəvi dəyərdir, imamət şəxs deyil ki. Bəli. Əli əleyhissalam niyə hakimiyyəti qəbul eləmirdi? Xilafəti niyə qəbul eləmirdi? Çünki Əli əleyhissalama, bəzilər deyir ki, bəs deyirsiniz onun haqqını niyə qəbul eləmirdi? Çünki Əli əleyhissalama haqqını vermirdilər. Dedilər, gəl bizim siyasi oyunlarımızı davam elə. İmaməti qəbul eləmirdilər, amma onu imam təyin edirdilər. Yəni, imam istəmirdilər. Onlar idarə etməyə adam axtarırlar. O sistemin davamını istəyirdilər. Əleyhissalam istəmirdi, məcbur oldu qəbul eləsin. Ya, axın dedi, Əbəlfəz əleyhissalatu vəssalamın amannamə məsələsi. Baxın, düşmən sizcə Şimir bilmirdi, ya Ömər Səd bilmirdi ki, Əbəlfəz əleyhissalam qəbul eləməyəcək. Sadəcə, onlar hətta bu 72 nəfərin, 30 min nəfərin qarşısında qalmış bu məzlum döyüşkən 72 nəfərin çox vicdansız dünyada yaşayırıq. 300 Spartalı söhbəti var. Bunlar qəhrəmanlar. 72 nəfər 30 min nəfərə qarşı canı dildən döyüşdü. Mənəvi dəyərə görə. Bu 72 nəfəri onsuz da məğlub edəcəklər fiziki baxımdan. Öldürəcəklər, əsir aparacaqlar. Mənəvi sındırmaq istəyir. Mənəvi sındırmaq istəyir. Əmannamə nə deməkdir? İmam Həsən əleyhissalamın hadisəsindən bir 10 il, ya neçə il keçib də ki, İmam Həsən əleyhissalamın əmisi oğlu Ubeydullah ibn Əbbasa əmannamə gəldi, səhv eləmirsən 1 milyona satıldı Muaviyyəyə tərəf. Halbuki onun oğlunu da Muaviyyə şəhid eləmişdi. Şəhid atası. O travmanı, o zədəni qopartmaq istədilər, o yaranı qopartmaq istədilər. Əbəlfəz əleyhissalama amannamə gəldi. O ki, o axın şeirdə dedi ki, mən necə Hüseynin üzünə baxaram, ona işarədir ki, İmam Hüseyin bilir, mən qəbul edən deyiləm. Amma mənə bunu göndərməklə tənə vururlar ki, sən zəif bənsən də, sənə tamahımız var. Səni keçirə bilir. Bu ölümcül acı idi.
Amma bu ölümcül acıya rəğmən Əbülfəz əleyhissalam görür İmam Hüseyn İslam icazə vermir, yenə döyüşə, yəni ən sonda gedir. Onların emosiyası məntiqinə tabe idi, ağlına tabe idi, konkret. Onların ağlı da imam idi, Bəli. məsum imam idi. Başqası olsaydı bunu bir fürsət bilərdi də minnət üçün də. Yəni görürsən bax mənə dəvət ediblər, amma məni öldürmürlər. Amma mən sənin yanındayam. İndi təbii ki, bunların şəhərinə yaraşmır da, uyğun deyil. Amma adi insanlardan bu gözlənilir də. Bunlardan ümumiyyətlə də bunu düşünmək Ümumiyyətlə olmaz. Kərbalda görünən budur ki, İmam Hüseynə Anbağın yaxınlaşdığı daha çox kiçikliklərini iqrar edirdilər, daha çox belə deyək də özlərinin Ümumiyyətlə hələ huzurunda o az kiçiklik görürlər. idi ki, onları İmam Hüseynə Evet. yaxınlaşdırırdı. Məsələn, Həbibin sözü var, deyir, İmam Hüseyn çıxır qarşılayanda deyir ki, bəs bacım Zeynəb sənin gəliş və Salam sevindi, göndərirsən. salam dedi. Dedi necə? Dedi bacım Zeynəb, dedi mənim adımı çəkdi. O boyda kişi də yəni. Bəsidir bunun. Dedi hə, Bəsdir bunun. adımı çəkdi. Dedi Allah. dizlərini qoydu o boyda kişiyə, torpağı yerdən götürüb tökdü başına ki. Allah. Dedi sən hara, Zeynəb hara? Maraqlıdır ki, Seyid Hacı bu Həbibin də qəbrini ayrıcadır ya, yəni. Şəhidlər bir Həbib yerdə, Həbib sahabədir, həm də. xüsusidir. Həm Həbibin sahabədir, qəbri. Peyğəmbər sahabəsi. Yəni Həbibin bu Əbəlfəz əleyhissalamın da bir qəbri üstündə ayrıdır da, hamını gedənlər görüb eləyib, ayrıca ayırıblar. Məsələn, Babul Hüseyn kimi böyük şəxsiyyətlər, mata uləmadan bunu eşitmişəm, alimlərdən daha doğrusu ki, yəni İmam Əbəlfəzlə qeyiblər Hüseyn qapısına. Əbəlfəzin ləqəbi də elə Babul Hüseyndir. Bəli. Hüseyn qapısıdır. Maraqlı da, yəni deməli Hüseynin qapısı Əbəlfəz, necə peyğəmbər qapısı Əli idi, Hüseyn qapısı da Əbəlfəz. O necə onun qəbri də belə deyir, o tam biraz fərqli kənarda. Həbibin də biraz Hacı üzüm bir haşiyə çıxım sözümüzü kəsim. Axın burada bir zövqü bir şey çıxır da ortalığa. Əbülfəz sən əleyhissalam şimdi- Babul Hüseyndirsə, o tərəfdən də Babul Həvaizdir. Deməli Həvaiz İmam Hüseyndir. Bizim hacətimizə ehtiyacımız kimdir? Hüseyndir, qapısı da Əbəlfəzdir. Hə. Bizim Hüseynə ehtiyacımız var ki, Əbəlfəz qapısından keçək. Hacı yadınıza gəlir, Eşq Kərvanı verilişində bir qonağımız var idi. Narahat idi. Verişdən öncə söhbət oldu. Narahat idi ki, bir mən Kərbalaya ziyarətə getmişdim, amma çox narahatam bir məsələyə görə. İndi təbii ki, dindar deyil də, o qədər də məlumatı yoxdur. Deyir, mən birinci Əbəlfəz ağanı ziyarət eləmişdim, sonra İmam Hüseynə. Bu məni narahat edir də. Yadınıza gəlir. Məlumat işte. Yəni belə bir şey. Halbuki qaydası budur ya, elə onun doğrunu eləyib. Amma narahat idi ki, birdən səhv eləyərəm. Bu da bir gözəl bir məsələ idi. Əbəlfəzlin getdiyi yolu görməsən, İmam Hüseyni tanıya bilməyəcəksən. Bizlərdə görürsən, sevgi bir başqa cür olur da. Yəni düzgün olmur. O ağıllı adamlar. Nəticədə qəbul eləyirlər ki, bu əqli küll var da, yəni ona qovuşmaq lazımdır. Ona özünü çatdırmalısan. Və Allah Teala da burada vasitələr, yollar qoyub bunun üçün. Onlara xidmət eləməklə, onların əqidəsini yaşatmaqla, onların yolunda nəsə xırda bir iş görməklə. Özdə Allah nə boyda mükafat verir. Bir ömür Əhl-i Beyt qapısında nökərçilik eləyən bir alimdir görürsən. Yarısı Allah bir dənə izzət verir ona ki, bu izzəti niyə verir? Hələ o Əhl-i Beyt qapısında nökərçiliyin. Məsələn, Şeyx Mufidin qəbri İmam Musa Kazımın düz hərəminin yaxınlığındadır, İmam Cavadın. O cürünə də. Həm də onların özlərinin də hər birinin o gedişatı xırda-xırda izlənməlidir və təhlil olunmalıdır. Adi hələ İmam Səccad əleyhissalamın Kufədəki söhbəti hara, Şamdakı söhbəti hara. O tamam başqa mövzudur. Orada Əli əleyhissalamı tanıyırlar Kufə cəmaatı. Orada Əlidən danışır. Amma Şamda Peyğəmbərdən danışır. Çünki bir ömür Şamat Əli əleyhissalamın tanımayıblar, tanımaq da istəməyiblər. Osmanilər idilər. Orada Əli əleyhissalamdan danışmırdı. Orada danışırdı, mən Məkkənin oğluyam, mən Minanın oğluyam, mən filan, mən Rəsulullahın oğluyam filan. Bu formada. Yəni, bunların özü də bizə bir dənə mesajdır ki, əgər sən
dini dəyərləri qorumaq istəyirsənsə, sən bilməlisən ki, harda, kimin yanında, hansı mövzuda danışmalısan. Gedərsən elə bir yerdə elə mövzunu danışarsan ki, o mövzunu da hörmətsiz eləyərsən, özünü də hörmətsiz eləyərsən. Bu bayaqki söhbətəyə mömin gərək ayıq-sayıq olsun da, bilsin ki, harda hansı sözü işlətmək lazımdır. O bizlərdə bir söz var ki, filankəs sadəlöv adamdır. Din sadəlöv adamı qəbul eləmir. Və imamların qatilləri hamısı o cür o mərifəti olmayan, dildə o sadəlöv möminlərin uzbatından oldu. Mömin ayıq olmalıdır. Mömin o incəlikləri araşdırmalıdır. Ağıl sahiblərlə məsləhətləşməlidir, buyuraq. Allah razı olsun. Bir məsələni də mən qeyd etmək istəyirəm. Həzrət Əbbas əleyhissalam haqqında Hacı Ramil dedi ki, Nafizül Bəsirə, İmam Sadiq əleyhissalam buyurur, iti bəsirəti var idi. İmamın məsumluğu, imamın Əbülfəz əleyhissalama və digərlərinə mənəvi hakimiyyəti məsələsini legitimləşdirmək, möhkəmləndirmək çox vacib şərtdir. Yəni, axın deyən kimi, biz imamın ağlına qovuşanda mötəbər ağla çatırıq. Bir insan çox lovğa və eqaist olmalıdır, öz ağlını mötəbər ağıl hesab eləsin. Gərək o mötəbər ağlın məhəki olsun, tərəzisi olsun. O da Əhl-i Beyt əleyhissalamın ismətidir. Əbülfəz əleyhissalamın həyatına baxın, hətta Əli əleyhissalamın səhabələr arasında bəlkə nadir olan adamların xasiyyəti var Əbülfəz əleyhissalamda imamətə görə, imamətə tabiçiliyə görə. Addım-addım nə varsa odur. Bu çox mühüm məsələdir. Bugün biz çox hadisələrdə özümüzü imamlardan ağılda hesab edirik. Nəzəriyyədə yox, əməldə görürsən ki, özümüzü onlardan ağılda hesab edirik. Onların qoyduğu yol, İmam Hüseyin Əsələm buyurur, inni la uhibbus salah. Şübhəsiz mən namazı sevirəm. Birisi sevmirik, məsuliyyət olduğu üçün qılırıq. Və namazı sevmək həddinə çatmamağımız bizi narahat da eləmir. Yəni, bunun əstəğfirullah mənası budur ki, ya İmam Hüseyin, biz artıq uzun müddətdir bu dünyada yaşayırıq, biz elə bildik ki, biz səndən daha yaxşı başa düşürük. Yəni, namazı sevmək vacib şərt deyil. Ümumiyyətlə, bu mövzular dalbadal gəlir. Ümumiyyətlə, bu mövzuda aktuallaşmalıdır ki, denilən elm praktikada özünü göstərmirsə, dəyəri olmaz. Elm tətbiq olunmursa, onun dəyəri yoxdur ya da azdır, cılız dəyəri var. O alimə alim kimi baxan yoxdur. Fikir verirsiniz, cəmiyyətdə çox aktual olmayan elmlərin alimlərinə, professorlarına hörmət edən yoxdur. Niyə? Nə olub ki, güya ki, məsələn, nə edəcəksən? Coğrafiya şünasdan nə olacaq? Din də belədir. Din tətbiq edilməyincə, nəzəriyyə səviyyəsində qaldıqca həm yorucu olur, həm adamda ruh düşkünlüyü yaradır. Çünki, məsələn, bir məsələni deyim sizə. Bu üç böyük şəxsiyyətdən biri İmam Zeynəl Abidin əleyhissalamdır da. Əsas onun yazıları səhifə-i səccadiyyədir, dualardır bizə. Onu qoymayıb, ağanı qoymayıblar. Hətta məsciddə çıxış eləsin. Ona görə məcbur olub sözlərini dua vasitəsilə deyib. O qədər önəm verir dualara. Onun dualarına baxırsan, məsələn, məşhur dua ki var, çox tövsiyə də olunur alimlər tərəfindən oxunmaz. Səhifə-i səccadənin 7-ci duası. Ya mən tuhəllu bihi və qədül məkarih. Ey, xoşa gəlməz hadisələrin düyününün açılması əlində olan Allah. Orada elə gözəl dualar var, deyir ki, ilahi, mənim istəklərimi verməklə mənə edəcəyin o icabətin şirinliyini mənə daddır. Dualar edir, mən layiq deyiləm, amma sən mənə kömək et. Sual. Nə qədər mənim və milyonlarla mənim kimisinin duası qəbul olunmur? Olunmur qəbul. Yaxşı, bizə niyə deyilir dua elə? Biz bunun üzərindən niyə keçirik?
dinimizdə axı bizim. İmam Zeynəl Abidin Əsələm bizi yönləndirir dua eləməyə. Bizim duamız qəbul olunmur. Və biz narahat deyilik məsələnin həll olunmamasından. Halbuki bizim duamız dua statusu alsa, mümkün deyil Allah qəbul eləməsin. Udu'uni əstəcib ləkum buyurub Quran-ı Kərimdə, Qafir surəsində. İstəyin verim. Biz istəyirik ki, vermir. Nədir müşkülümüz? Problemimiz nədir? Estağfurullah, Allahdadır problem ya bizdə? Təbii ki, bizdədir. Biz o duanı yetərincə statusa malik etmirik. Yetərincə lazımı mövqeyə çatdırmırıq. Bizim dualarımızda bir müşkül var, bir problem var. Əvvəla, biz dualarda mərifətimizi çox az mərifətə qaneyik, az idraşa qaneyik. Biz elə bildik ki, dua hadət istəməkdir. Yalnız. Bu deyil. Dua birinci növbədə ibadətdir. Dua eləyirsən, savab qazanırsan. Bu bir. Yəni, istənilən halda qazanırsan. İkincisi, dua insanın, bəndənin, Allah Taalanın gördüyü istiqamətdə tərbiyəsi üçün verilən azətlərə aiddir. Mən dua eləyirəm, ilahi mənə filan şey ver və şuur altında da budur ki, filan şeyi versə mənə 15 dən günah eləyəcəm. Sonra da Allahdan narazılıq edirəm, ilahi niyə vermirsən bunu mənə? Üçüncüsü, dua eləmək özü Allahla yaxınlaşmaqdır ki, Allah məsləhət bildiyini bizə versin. Aşura günü Kərbəlada İmam Hüseyin ağa nə qədər dua eləyir? Nə qədər dua eləyir? Amma zahirən bir çoxları qəbul olunmur. Əlbəttə İmam Hüseyin ağa bilir nə istəyir, Allah da ona verir lazım olan şeyi. Nəhayət dördüncü məsələ. Biz dua edərkən çox təəssüf. Mən bunu çox belə ürək yanısını deyirəm. Həm öz həyatımda, təfəkkürümdən başqalarında. Biz dua edən zaman adətən ahirəti aləm hesab etmirik. Bizim dua edərkən şuuraltımız budur ki, Ancaq bu dünyada nə verdin, o bir tərəf istəmirəm. nəqdi qoyub nisiyyə qaçmır. Yəni, o bir tərəfə heç rəsmiyyət qail deyiləm ki, halbuki Allah buyurur, sənin bu əhəmiyyət verdiyin, uğrunda intihar etdiyin bir əmtəədir ahirət. Əslində bir dəqiq baxsaq, nəqd oradır, yəni istəyir. Nəqdir adı? Əmir İmam Hüseyin sözü var, deyir ki, kənət dünya ləm yakun, Ha. kənəl axirə ləm təzəl. Dünya elə biləc yox idi, ahirətdə elə həmişə var idi. Hətta Allah Teala Quranda o İmam Hüseyin ümumiyyətlə imamlardan kəlam var da, buyurur ki, biz nə desək soruşun hansı ayəyə əsaslanırıq. Təəssüf ki, soruşmurdular da, çox az hallarda soruşublar. Və o soruşulan məqamlarda da imamlar elə cavablar veriblər. İndi biz oxuyuruq, adam heyran qalır ki, necə ayədən çıxarıb bunu dəqiqliyinə. İmam Hüseyin ağanın hacı deyən sözü və innəd darəl axirə ləhiyəl həyəvan. Allah Teala buyurur, ümumiyyətlə dirilik burada yoxdur. Dirilik axirətdədir. Bəzən belə danışanda qəribə insanlar çıxır ortalığa ki, bunlar tərk-ü dünya, ay qardaş, ki biz reallıqdan danışırıq, bizim reallığımız budur. Ay o etiraz eləyən, sən öləndə sənin bu auran, səni bu təfəkkürə gətirən heç nə sənin yanında olmayacaq. Bəs ki, hicranındadır xasiyyəti qəti həyat. Ol həyat əhlinə heyranəm ki, hicranındadır. Deməli, bir mənəvi dəyərlərin ali tutulması bu mövzuya toxundunuz. Çox vacibdir bu. Buna Özdə defisitdir bugün dünyamızda. Yəni, mən asanlıqla sənin verdiyim sözdən qaçıram. Heç olmasa özümün öz gözümdən düşməyim də məni narahat eləmir. Ki, necə şəxsiyyətəm mən? və biz bunu Əbülfəzl əleyhissalamın simasında tapırıq. Nöqtəsinə vergülünə qədər. Deyir, in qata'tumu an yamini inni uxami an dini. Əgər sağ qolumu da kəssəz, mən dinimi qoruyacağam, o mənəvi dəyərləri qoruyacağam. Yəni əsas qol deyil, sağlamlıq deyil, əsas dindir, dəyanətdir. Əleyhissalam demir, din bəzilərinin ağzında deyil, bir saqqız kimi deyil, laqlaqətdir. İmam Hüseyin ağa da onu Kərbəlayıdan deyirdi. Bunlar dini la'quna la'sinət. Mən icazə verirsinizsə Əbülfəzl əleyhissalamın İmam Sadiqlə İmam Zaman əleyhissalamın Əbülfəzl ağa haqqında ziyarətnaməsindən 2 dənə cümlə oxuyun ki, mövzuyla da əlaqəlidir. Buyur.
Buyurur, birici belə başlayır. İmam Sadiq əleyhissalam gəldi Əbəlfəzi ziyarət eləməyə. İnkəbbə alə qəbrihi. Özünü atdı o qəbrin üstünə. İnkəbbə alə qəbrihi. Dedi, əşhədu lək. Mən şəhadət verirəm. İmam şəhadət verir. Bit-təslimi və təsdiqi və l-vəfa və n-nəsihə li xələfin nəbi. Mən şəhadət verirəm ki, sən təslim oldun. Yəni Vallahi. imamın isməti. Hə, sən təsdiq elədin imamı, sən vəfalı oldun ona və sən onun yolunda nə gəldisə, nə bacardınsa etdin. Bu İmam Sadiqin sözü. İmam Zaman əleyhissalam belə buyurur. Əssəlamu alə Əbülfəzl Əbbas ibn Əmirəl Müminin. Əli balası Abbasa salam olsun. Amin. Sonra deyir, Üzr Əl-Muva... istəyirəm, bu söz var ha, ki, bütün ziyarətnamələrdə var. Əssalamu aleyke ya ibn Əmiril Müminin, ya ibn Rəsulullah, ya ibn Adəm, ya ibn İbrahim, ya ibn Xədicə. Bunlar o Nuh əleyhissalamın hadisəsinə işarədir ha. İnnəhu əməlun qeyru salih. Sənin övladın deyil bu, sənin əqidədə deyil. Bu ziyarətnamələrdə, yəni bunlar onların bütün mənalarda balalarıdır. Dəyanətdə də. Bəli, bəli. Buyurur ki, Əl-Muvasi əxax binəfsih. Canını qurban elədi Hüseynə. İmam Hüseynə belə bir sözü vardı. Binəfsə ənt Əbbas. Mənim canım sənə fəda. Vəhdət təşkil etmişdir. Yəni o söz ki var, Hüseynun minni və ənə min Hüseyn. Peyğəmbər Hüseyn məndən, mən Hüseyndənəm. Bu söz elə belə söz deyil. Bu sözü oxşar söz. Həm duada... Əbu Hafidaha. Onlar hamısı eyni sözdür. Atası Qurban Zəhraya. Hamısı gəldi. Bunların hamısı bir dənə, hələ bir qarmoniya təşkil edir ki, bunlar hamısı bir-biri ilə bağlılıqları var. Yəni, ora çatıb ki, İmam Hüseyin ağa desin. Çünki o Əbəlfəz əleyhissalamın artıq xüsusi şəxsi ambisiyası marağı yoxdur ki, İmam Hüseyin ağa ona qurban olmağa narahat olsun ki, birdən nəsə nəfsani bir şey olur. Yoxdur bir şey ortalıqda. Nəfsani bir şey qalmayıb. Bəli. Əl-axizu li qədihi bin əmsihi. Dünənni sabahına fəda elədi. Yəni, belə deyək də, sabahı fikirləşdi. Dünyasını axirətinə fəda elədi. Sonra deyir, əl-fadiləh, özünü fəda elədi ona. Mükəmməl söz. Əl-vaqi sa'i eləyhi, sipər oldu. Yəni, Hüseynin yolunda Əbəlfəz əleyhissalam sipər idi. Bu, bizim əvvəldə Seydağa ki, mövzu açdı. Bu cür fəda, belə deyək, mənəvi dəyərlərin üstün tutulması Əbəlfəz ağanın ziyarətnaməsində də bu görünür. Və Axund da buyurdu ki, onlarla birgə olmaq. Mən bir dənə Qurandan qısa bir dənə söz deyirəm, bir alimin bir sözünü deyirəm. Bir məqam var, buna deyirlər, buyur, tabi olun da, in kuntum tuhibbunallah fəttəbiuni yuhbibkumullah. Deyir, əgər istəyirsinizsə Allahı sevəsiniz, onu Peyğəmbərə itaət edin, arxasıca gəlin. Bir alim buyurdu, bundan da böyük bir məqam var. Burada yolun yarısıdır, hamısı deyil. Bir məqam da var, insan gəlir bir çatır ki, Muhammedun Rasulullah və ləzinə mə'hu. Onunla birgə olmaq. Kunu mə'əs sadiqin. Məiyyət məqamı var. Məiyyət məqamında sən gəlmişsən, bir yerə çatmışsan ki, daha sənə baxanda Əbəlfəz yada düşür. Onların rənginə boyanmışsan, onların iyi səndən gəlir. Sən, ona görə hədislərdə var ki, insan gəlir... Bayaq ki, söhbətdə Quranın yarısına o əl vurmaq məsələsi də hər tərəfli bunu əhatə eləyir, müqəddəs eləyir. Bəli, bir yerə gəlib çatıb ki, dahi bəşər, Ribbiyyun sözü var Quranda, mövzumuz düzdür o deyil, Ribbilər. Ribbinin də deyil bir mənası budur ki, bir əli xəlqdədir, bir əli imamdadır da. Yəni, tutur bunun əlindən verir imamın əlinə əlini. Yəni, məiyyət də budur. Hətta Səlmanu minna sözündə məiyyətlə əlaqələndirlər. Səlmanu minna nə zaman insan əhl-i beytdən olur? O zaman ki, məiyyət məqamına yetişir. Əhl-i beytdən o 5 dənədən söhbət gedib. 5 bəllidir, yutəhirəkum, təthira bəlli. Amma bir yol var. İnsan o yoldan gedə bilər. Yaxşı, o yol da nədir? Buyurur ki, insan başlayır o buyruqlara ki, icra eləyə, gəlir çatır o məiyyət məqamına çatır. Yəni, bir mərtəbədə onlarla məiyyət təşkil edir. İndi onların ali mərtəbələr var öz yerində. Bir mərtəbədə... Həsuna ulaikə rəfiqa. Rəfiq olursa. Şovq əhlinə qurb oldu hasil, dəryasına qətrə oldu vasil. Həsən.
Əs-Səlmanu minna əhləl beyt. Amma Əhl-i Beytdən olmasa da əziz peyğəmbərimiz Salmana sən də bizlərdənsən deyir. Bunu Eynən həmən bənzətmək şeydə olar da. bioloji oğluna Nuhun oğluna deyir sənin oğlun deyil. Bəli. Bəli. Amma nə bilim Salman Farsiyə deyir ki, biz Əhl-i İndi daha Beytdən. zərifi, hacı, daha zərifi, daha lətifi bilirsiniz nədir? Peyğəmbər sallallahu öz əmisi, qanından Hə. ərəb olan Əbu Ləhəbə dedi Təbbət yədə bilər. get, Fars Salman, Bizanslı Suheyb, Həbəşistanlı Bilal Bilal. dedi sən gəl. Bəli. Mənəvi dəyərlər burada öz göstərir. Bir də bir məsələni də deyim, siz Dedi. davam eləyin. Hacı danışa etmişdi. İmam Hüseyin ağa Kərbəlaya deyəndə buyurur ki, mən kana bazilən muhcətəhu fina. Kim öz canını bizə görə fəda eləmək hə, istəyirsə, Allaha görə yox. O məsələ bu deyir. Yəni baba, biz əsas artıq fi məsələ budur. səbilillahıq. Biz artıq Allahın yolu yox. Deyir o 72 nəfər Allah yolunda ölür. Hələ şey yox deyə. Birbaşa imamın yolunda ölürlər onlar. Birbaşa imamın yolunda. Bu da hələ onu göstərir ki, onun yolunda ölmək Allahın Allahın yolunda yolu buradan ölmək. keçər. Tərib də, yəni onların daha Bəli. öz şəxsi ambisiya yoxdur axı. Vəllezina cahadu fina. Bəli. Ayədə belədir. Bu ayəni onu da qoyanda bununla elə Bəli. tamamlayır bir-birini. Əvvəlfəz əleyhissalam o istiqamətdə araşdırılsa Aşura günü onun hərəkətləri. Hə, elə bil ki, İmam Hüseyin əleyhissalam bunun işığıdır da. Yəni neyniyim? Mayak. Dayanıb baxır ona. Hətta cənnəti göstərəndə yenə baxır İmam Hüseynə. Hə, Hüseyn vəssalam qalan şeylər sonradır. Bu mərifətin böyüklüyündəndir də. Böyük. Digərləri gedəcəkləri yeri müşahidə elədilər ki, şəhid oldular. Amma Əbülfəzl Abbası deyir ki, yəni mənim ora baxmağa ehtiyac yoxdur, elə sənə baxıram, bilirəm də. Sənə baxıram, bilirəm. İcazə versinizsə bu sözə uyğun. Bəli. Əhl-i Beyt sözü ki var, əhl sözü tərcümədə Adabul Fəna'il Müqarrəbində ustad gətirir, deyir ki, əhl sözünün mənası ünsiyyət qurmaqdır. Əhl, yəni ünsiyyət Mənus qurmaq. olmaq. Yəni sən gələk o imamla ünsiyyət qurasan, onun qəlbi ilə ünsiyyət qurasan, onun zehniyyəti ilə Naəhl olmayasan da. Bəli, ona naəhl olmayasan da, çünki Həm bəziləri əqidə olasan, naəhldir. həm fikir məhrəm olasan, Xələfə məhrəm olasan. xəlfun min ba'dihim. Bəli. Quranda bir ayə var, Əbba xəlf sözü. Xəlf qomuna demək yoxdur. Bir var xələf, yaxşıya deyirlər. Xəlf pisə deyirlər. Xələf yaxşıya deyirlər. Filan kəs naxələfdir. Natəmiz. Yəni xələf deyil də pisdir. Xəlf pisə deyirlər, xələf yaxşıya deyirlər. Xəlf. Xəlf ona deyirlər ki, Seyid demişkən də naəhldir. Yəni ünsiyyət qurmayıb onların əqidəsi ilə, hədəfləri ilə, yolları ilə, qəlbləri ilə. Ona görə Nuhun oğluna deyir, leysə min əhlikə. Fizioloji balandır, amma əhlin də oraq, sənlə ünsiyyət qura bilmədi bu bala. Niyə? İnnəhu əməlun qeyri salih. Onun əməlini sənin əməlinə dəxli yoxdur. Və Nuh əleyhissalama da o qədər əziz idi Allahın dediyi. Üzr istədi Allahdan. Ki, mən fizioloji, biyoloji olaraq mən bunu sevməməliydim, üzr istəyirəm səndən. Allah deyir ki, mən sənə muizə edirəm ki, cahillərdən olma. Nuh əleyhissalam sonra başa düşür, zərrə qədər demir ki, düz deyirsən, amma yoxdur elə bir şey. Yəni ki, başa düşdüm. Yəni, onların fiziologiyasına təsir edir, biyoloji. Niyə? Çünki onun, Resulullah sallallahu aleyhi və səlləm var, deyir ki, ya Əli, mənim necə ətimə, qanıma iman hopub, sənin də ət və qanı və iman hopub. Əti və qanıva deyir, ruhuva demir. Yəni, bütün vücudları, ambisiyaları, maraqları olub ilahi dəyərlər. Konkret. Bir söz var, mən bir şey demək istəyirəm. İndən axırda ayə deyərəm. Baxın, bu üç məsumun, İmam Hüseyin Əsəlamın, Əbülfəz əleyhissalam, Əbülfəz əleyhissalam da məsumdur, amma onlar qədər məsum deyil. Və İmam Zeynalabdin əleyhissalamın həyatındakı namazın önəmi, ilahi dəyərlərin önündə, mən bunu niyə gətirdim burada? Praktiki bir şey istəyirsiniz toxunasınız da. Tək o yox, həm də nəyə görə? Biz elə bilirik ki, namazdan çox danışırıqsa, daha çox önəmli deyil. Belə dedik, qardaş, namaz o qədər aktualdır, o qədər önəmlidir. Əhl-i Beytin, Peyğəmbərlərin, Qurani Kərimin
Nəhcül Bəlağənin, canım sizə desin, dini müharibələrin harasına baxırsan, bir dənə parıldayan nöqtə var. O da namazdır. İmam Hüseyin ağa namaza görə bir gecə möhlət alır. O cür həssas hadisədə. Zeynəl Abidin əleyhissalam namaza duranda deyirlər ki, ağa niyə bu qədər qorxursan, nə olub sənə? İmam buyurdu, getirəm Allahla danışmağa. Hətta yazırlar ki, dəfələrlə imam dizinin, alnının qabarlarını kəsirdi, atırdı ki, o qədər səzdə, ibadət. Rəsulullah sallallahu aleyhi və aleyhdən var ki, gəldə gördülər ki, cəmaat namazına gəlməyib. Dizində taqət qalmayıb artıq, neçə gündə yemək tapmır yeməyə. Yoxsa namazı tərk etmək yox idi da, cəmaat namazını. Yəni, bunların həyatına baxırsan, namaz qədər əhəmiyyətli ikinci şey yoxdur. Namaz qədər mühüm, dəyərli ikinci şey yoxdur. Namaz bunların həyatında mayaqdır. Namaz bunların həyatıdır. İmam Hüseyin s.ə.v nə buyurur Kərbəlada? İnni lə uhibbus səlah. Heç yeri deyil. Heç Kərbəlada mübarizə gedir, haqq-batil mübarizəsi. Mən namazı çox sevirəm. Sevirəm namazı çox. Peyğəmbər s.ə.v dünyada gözən nə buyurdu? Allah mənim gözümün işığını namazda qoyub. Bir Həzrəti Zəhra salamları haqqında var bu, Qurdatəyn. Bir də namaz haqqında Rasulullah sallallahu aleyhi ve sellem var. Əli aleyhissalam müharibənin ortasında gör ki, günəşə baxırdı. Ya əmr-el-mömin, günəşə niyə baxırsınız? Göyə niyə baxırsınız? Deyir, görüm namaz olub ya yox. Yahya aleyhissalam deyir ki, şeytana ki, sənin məndə ümidim var, umacağım var. Deyir, hə, biraz axşamlar bir balaca çox yeyirsən yeməyi. Namazı narahat qılırsan, ama mənim ürəyimə yaxşı gəlir. Allah. Yahya aleyhissalam deyir, bir daha mən tox qarnına yemək yemərəm. Yəni, namaz. Axşam yemərəm. Axşam, hə. O hacı deyir, xələfə min ba'dihim xəlfun. Onlardan sonra bir pis ardıcılları gəldi. İlk növbədə əda'us salat. Demir, namaz qılmadılar. Namazı zay elədilər, Allah buyurur. Hörmətdən saldılar. Ölmək o qədər çətin deyil, nəinki ölümü gözləmək. Qəbul edirik də bunu da. Ölmək hələ bir-iki getdində, o gözləmək var ha. O ölüm hökmü alanları dilləndirirlər. Deyir, hər dəfə ayaq səsi gələndə ölüb dirilirdi ki, hə, bizi indi öldürəcəklər. Ölümü gözləmək çətindir. Kim olsa bilir ki, bugün şəhid olacaq. Hə, yox eləyərdən, nə eləyirsə eləyə, qutaraya gedək. Amma Əbəlfəzl Abbası göndərir, bir gün vaxta, bir gecə vaxta. Niyə? Özü də açıqlama verir. Namaz qılacağım, Quran oxuyacağım, istiğfar eləyəcəyəm, zikr eləyəcəyəm. Bu namazda bu nə qədər zövq alır ki, namazdan. Ki, bu boyda məsələni, bu həssas məsələni biraz da uzadır. Başqası olsa deyək ki, hə, boş deyil də. Onların tərəfdarları da Hücr ibn Ədi əleyhir-rəhməni şəhid eləyəndə dedi, 2 rükət icazə ver, namaz qılın. Cəllat dedi, yaxşı qıl. Xeyli çəkdi bunu 2 rükət namazı. Dedi, qorxursan. Dedi, mən deyişdirmişdim, Əli şiələri qorxmaz olur. Ölümdən qorxmur. Sən nə yaman qorxaq olmuşsun? Dedi, niyə? Dedi, sən bu qədər ölümün qorxusundan biraz da çox nəfəs alasan deyə bu qədər 2 rükət namazı uzatdın. Hücr əleyhir-rəhmə dedi ki, sən məni tanımırsan. Məni tanıyanlardan soruş, mən ömrümdə bu qədər qısa namaz qılmamışam. Allahu Ekber. Ömrümdə. Təsəvvür elə namaz elə bir şeydir. Yeganə şeydir namaz. Başlayandan Əssalamu aleykum və rəhmətullah və bərəkatuhə qədər Allah Teala rəhmət nəzəri ilə baxır. Və adam fikirləşər ki, namazı tez qurtarım. Yəni Allah rəhmət nəzərini tez çəksin üstümdən. Gör, nə vəziyyətdir. Namaz həyatın bax, siz fikir verin, bu sözləri danışırıq ha. Görün, namaz qılanın yanında danışanda daha adam doğma danışır, rahat danışır, namaz qılmayan yanında. Namaz qılanın yanında. Namaz qılmaq, yəni namaz qılmağı başqa şey üçün baxmaq lazım deyil. Namaz qılandır, belədir. Amma qardaş, namaz qılmaq yemək kimi bir şeydir insan həyatı üçün. Ondan da önəmlidir. Yemək yeməsən uzaq başa öləcəksən. Namaz qılmasan əbədi bədbəxtçiliyi var. O qədər əhəmiyyətlidir. Allah qanun. Yəni bu sözlər, namazı diqqət eləmək, evdə, balalarımıza, qohum-əqrabaya, bu da çox mühüm. Bu da mənəvi bir dəyərlərin qorunmasıdır da. Allah öz kömək olsun. Ustadlar, təşəkkür edirəm sizə. Bir daha bayramınız mübarək olsun. Çox önəmli məsələlərə toxundunuz.
Var olasınız. Allah razı olsun. Ömrünüzə bərəkət versin Allah. Əziz və möhtərəm izləyicilər, bir daha sizi təbrik edirik bu gözəl Mövlud münasibətləri ilə. Bayramınız mübarək olsun. Sağ olun.